Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 20-ci gününə qədəm qoyduq. Artıq cəhənnəm atəşindən qurtuluş günlərinin, o böyük son 10 günlüyün düz astanasında dayanmışıq. Bədənimizin yorğunluğu, susuzluğu artıq ən pik nöqtəsinə çatıb. Lakin mənəviyyatımızın ən çox oyanmalı olduğu an məhz indidir. Əziz və dəyərli izləyicilər, insan ruhunun ən böyük faciəsi yorulmaq deyil, daxili hüzurunu, yəni səkinəni itirməkdir. Biz hüzuru və rahatlığı çox vaxt pulda, cəmiyyətin bizi tərifləməsində, dünyəvi illüziyalarda axtarırıq və nəticədə qəlbimiz daha da narahat olur. Halbuki əsl hüzur, qopan fırtınanın içində dağı yerindən tərpətməyən o ilahi sükunətdə gizlidir. Və o sükunət yalnız göylərin qapısı sənə açılanda gəlir. Bu gecə imsakın o dərin sükutunda göylərin qapıları məhz bu sükunəti, bu hüzuru istəyən o xüsusi dua üçün açılır. Bugün biz 20-ci günün cənnət qapılarını açdıran və cəhənnəm qapılarını kilidləyən o böyük duasını kəşf edəcəyik. Sizinlə vəfat etdiyi an göylərin qapılarının taybatay açıldığı, Allahın ərşinin titrədiyi və yer üzünə minlərlə mələyin endiyi o böyük səhabənin Səd ibn Muazın sarsıdıcı sirrini öyrənəcəyik. Gecə vaxtı övladı vəfat edən, lakin öz acısını yoldaşından gizlədərək o dəhşətli sınaqdan elə bir dözümlə çıxan Ümmü Süleymin cəhənnəm qapılarını necə kilidlədiyinə şahid olacaqsınız. Məsciddə sürətlə namaz qılan, lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin ona dəfələrlə qayıt, sən namaz qılmadın deyərək əsl mənəvi əlaqənin fiziki hərəkət yox, mütləq hüzur olduğunu necə öyrətdiyini eşidəcəksiniz. Və İmam Əlinin əleyhissalamın Quran oxumaq və ruhun fəryadı haqqındakı o qan donduran hikmətinə vaqif olacaqsınız. Dünyəvi qayğılarınızı bir kənara qoyun. İndi göylərin qapısını açmağın vaxtıdır. Ramazanın 20-ci günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman oxuduğumuz dua sadəcə bir istək deyil, eyni zamanda kosmik bir xilas fəryadıdır. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq. Allahumma ftahli fihi əbvabəl cinan. Yəni, Allahım, bugün mənim üzümə cənnət qapılarını aç. Və əğliq anni fihi əbvabən niran. Və cəhənnəm qapılarını üzümə bağla. Və vəffiqni fihi litilavətil Qur'an. Və bugün mənə Qur'an oxumağa müvəffəqiyyət ver. Ya munziləs səkinəti fi qulubil muminin. Ey möminlərin qəlblərinə səkinə, yəni hüzur və sakitlik endirən Rəbbim. Duanın memarlığına diqqət edin. Biz 3 böyük şey istəyirik. Cənnətin açılmasını, cəhənnəmin bağlanmasını və Qur'anla bağ qurmağı. Lakin ən vurucu nöqtə duanın sonundadır. Ey səkinəni endirən. Peyğəmbərimiz bizə öyrədir ki, cənnət təkcə ölümdən sonra gediləcək fiziki bir yer deyil. Cənnət bu dünyanın bütün xaosunun, dərdlərinin içində Allahın sənin qəlbinə endirdiyi o toxunulmaz hüzur hissidir. Bəs səmaların, cənnətin qapıları kimin üzünə açılır? Biz bu qapıların açılması üçün uzun illər ibadət etməyin vacib olduğunu düşünə bilərik. Rəvayət edilən Səd ibn Muazın hekayəsi əsl qəbul olunmağın illərlə deyil, qəlbdəki mütləq səmimiyyət və fədakarlıqla ölçüldüyünü bütün bəşəriyyətə sübut edir. Səd ibn Muaz İslam'a gəldikdən cəmi 6 və ya 7 il sonra Xəndək döyüşündə aldığı ağır yaradan vəfat etdi. Onun müsəlman olaraq yaşadığı ömrü çox qısa idi. Lakin o vəfat edən gecə Mədinədə elə kosmik hadisələr baş verdi ki, səhabələr heyrətdən donub qaldılar. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm
böyük bir həyəcanla səhabələr tərəf dönüb bəşər tarixinin ən böyük müjdələrindən birini bəyan etdi. Səd ibn Muazın ölümünə görə Rəhmanın, yəni Allahın ərşi titrədi. Onun üçün göylərin qapıları açıldı və onun cənazəsinə o günə qədər yer üzünə heç vaxt enməmiş minlərlə mələk indi. Allahu Əkbər! Bu necə bir əzəmətdir? Səd cəmi 6 il ibadət etmişdi, lakin onun qəlbindəki səmimiyyət, Allah və Rəsulu üçün hər şeyindən, malından, canından, qəbiləsindən keçməyə hazır olması onun qəlbini elə bir hüzurla, səkinə ilə doldurmuşdu ki, onun gəlişinə göylərin qapıları fiziki olaraq açıldı. 20-ci günün duasında üzümə cənnət qapılarını aç deyəndə nəyi istədiyinizi dərk edirsinizmi? O qapılar Sədin qəlbindəki kimi dünyanın bütün tərəddüdlərini bir kənara atıb, yorulmaq bilmədən Allaha doğru yönələn xalis və bütün bir ruh üçün açılır. Biz duada cəhənnəm qapılarını üzümə bağla deyirik. Bəs bu dünyadakı cəhənnəm nədir? Bu dünyadakı cəhənnəm insanın qəzəbi, ümidsizliyi və başına bir müsibət gələndə Allahın qədərinə qarşı etdiyi üsyandır. Bəs bu qapı necə kilitlənir? İslam tarixində rəvayət edilən Ümmü Süleym və Əbu Təlhənin hekayəsi insan psixologiyasının dözüm həddini və ilahi səbri göstərən ən möhtəşəm tablodur. Əbu Təlhə ilə Ümmü Süleymin çox sevdikləri, azyaşlı bir oğulları var idi. Uşaq ağır xəstələndi. Bir gün Əbu Təlhə iş üçün evdən çıxmışkən uşaq vəfat etdi. Bir ananın o andakı cəhənnəm atəşini, o fəryadını təsəvvür edin. Lakin bu heyrətamiz qadın nə etdi? O övladını yudu, kəfənlədi və otağın bir küncünə qoydu. Sonra özü yuyundu, ətirləndi və yoldaşı üçün yemək hazırladı. Əbu Təlhə yorğun halda evə gəlib, oğlum necədir deyə soruşanda, Ümmü Süleym o çox mənalı və dərin cavabı verdi. O indi əvvəlkindən daha sakit və daha hüzurludur. Əbu Təlhə yeməyini yedi, dincəldi. Səhər açılanda Ümmü Süleym yoldaşına baxıb o dərin fəlsəfi sualı verdi. Ey Əbu Təlhə, əgər biriləri başqa bir ailəyə əmanət bir şey versə, sonra da o əmanətin sahibləri gəlib öz mallarını geri istəsə, o ailənin həmin əmanəti verməmək, etiraz etmək haqqı varmı? Əbu Təlhə təəccüblə dedi. Xeyr, təbii ki, əmanəti sahibinə qaytarmalıdılar. O zaman Ümmü Süleym o sarsıdıcı cümləni qurdu. O halda get, Allahdan savab um və səbr et. Çünki oğlunu həqiqi sahibi olan Allah geri aldı. Allahu Əkbər! Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm bu hadisəni eşidəndə o ananın bu inanılmaz səbrinə, cəhənnəm, yəni ümidsizlik qapılarını öz əli ilə necə kilitlədiyinə heyran qaldı və onlar üçün o xüsusi duanı etdi. Allahım, bu gecələrini onlar üçün bərəkətli və mübarək qıl. Həmin gecənin bərəkətindən onların bir övladı oldu və o övladın soyundan 9 böyük Quran alimi dünyaya gəldi. Bəla gəldiyi an göstərdiyiniz o ilk səbr, sizin cəhənnəm qapılarını kilitlədiyiniz və cənnət səkinəsini qəlbinizə endirdiyiniz o mübarək andı. Bəs Allah bir insanın qəlbinə səkinə, yəni hüzur endirəndə necə bir mənzərə yaranır? Dünyanın bütün bəlaları üstünə gəlsə belə, o hüzuru tapan insan necə ucalır? Gəlin, Təbuk səfərinin o dondurucu və zülmət gecəsinə gedək. Səfər zamanı Zülbicadeyn ləqəbli Abdullah adlı gənc bir səhabə vəfat etdi. Bu gənc kim idi? O, anasız, atasız bir yetim idi. İslama girdiyi üçün əmisi onun bütün sərvətini əlindən almış, hətta əynindəki paltarı belə soyunduraraq onu çölə atmışdı. O isə anasının verdiyi qaba bir parça çulu 2 yerə bölüb, birini belinə, digərini çiyninə ataraq Rəsulullahın yanına qaçmışdı. O buz kimi gecədə bir qəbir qazıldı. Bəs o kimsəsiz, çul içindəki gəncin cənazəsini məzara qoymaq üçün o qaranlıq qəbrin içinə kim düşdü? Rəhmət elçisi, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm şəxsən özü o qaranlıq qəbrin içinə düşdü. Rəsulullah o cənazəni öz mübarək əlləri ilə məzara qoyarkən
göyləri lərzəyə gətirən o muazzam nidanı etdi. Allahım, mən bu gecələri ondan razı olaraq gecələdim. Sən də ondan razı ol. Kənardan bu mənzərəni izləyən böyük səhabə Abdullah ibn Məsud göz yaşları içində titrəyərək deyirdi: Kaş ki, o qəbrin sahibi mən olaydım. Bax, əsl səkinə, əsl cənnət hüzuru budur. Bu dünyadan əynində yalnız 2 parça çulla, tamamilə kimsəsiz köçmək, amma məzarda kainatın əfəndisinin əllərində olmaq və Rəbbinin razılığını qazanmaq. İmsakda hüzur istəyəndə Zülbicadəyinin qəlbindəki o dünyadan qopuşu və Allaha təslimiyyəti istəyin. 20-ci günün duasında xüsusi olaraq mənə Quran oxumağa müvəffəqiyyət verdiyirik. Bəs Quran oxumaq sadəcə dilin hərəkətidirmi? Biz çox vaxt səhifələrlə Quran oxuyur, lakin qəlbimizdə heç bir oyanış, heç bir dəyişiklik hiss etmirik. Hikmət qapısı İmam Əli əleyhissalam Nəhcül Bəlağədə ilahi kəlamı dərk etməyin əsl fəlsəfəsini necə də sarsıdıcı şəkildə bəyan edir. Bilin ki, içində elm və anlayış olmayan bir ibadətdə xeyir yoxdur. Və bilin ki, içində tədəbbür, yəni dərindən düşünmək və anlamaq olmayan bir Quran qiraətində də xeyir yoxdur. İmam Əli əleyhissalam həqiqi Quran oxuyanları belə təsvir edir. Onlar cənnətə həvəsləndirən bir ayəyə gəldikdə, böyük bir ümidlə ona bağlanar və ruhları o ayəyə doğru pərvaz edər. Lakin içində qorxu və həbərdarlıq olan bir ayəyə çatdıqlarında, qəlblərinin qulaqlarını ona açar və elə zənn edərlər ki, cəhənnəmin o dəhşətli uğultusu və xırıltısı birbaşa onların qulaqlarının dibində səslənir. Budur duada istədiyimiz o Quran əlaqəsi. Bu səhifələri sürətlə vərəqləmək yarışı deyil. Bu psixoloji bir çevrilmədir. Əgər oxuduğunuz Quran sizin ailənizlə davranışınızı, işdəki halallığınızı, qəzəbinizi idarə etməyinizi dəyişmirsə, siz yalnız mürəkkəbi oxumusuz, Quranın nurunu yox. Bəs ibadətdə səkinəni, yəni hüzuru tapmaq üçün nə etməliyik? İbadətimizin qəbul olunmasına mane olan o tələskənlik nədən yaranır? Rəvayət edilən Xəllad ibn Rəfi adlı səhabənin başına gələn hadisə, ibadətin əsl ruhunu bizə öyrədir. Bir adam Məscid-i Nəbəviyyə daxil oldu və çox sürətlə, sanki yerdən dən yığan bir quş kimi tələsik rüku və səcdə edərək namaz qıldı. Sonra gəlib Peyğəmbərə salam verdi. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm salamı aldı və o sarsıdıcı cümləni dedi: Qayıt və namazını yenidən qıl. Çünki sən namaz qılmadın. Adam qayıtdı, yenə eyni sürətlə qıldı və gəldi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm yenə eyni şəfqətlə: Qayıt, yenidən qıl. Sən namaz qılmadın, buyurdu. 3-cü dəfədən sonra taqəti kəsilən adam dedi: Səni haqq ilə göndərən Allaha and olsun ki, mən bundan daha yaxşısını bacarmıram. Xahiş edirəm, mənə öyrət. Baxın, kainatın əfəndisi onu danlamadı, ona qışqırmadı. Ona mənəvi əlaqənin yeganə sirri olan təmaniyyəni, yəni sükunəti, hüzuru öyrətdi. Buyurdu: Namaza qalxdığın zaman Allahu Əkbərdir. Sonra Qurandan bildiyin asan bir yeri oxu. Sonra rükuya get və rükuda bədənin tam sükunət tapana qədər, hərəkətsiz qalana qədər gözlə. Sonra qalx və tam dikələnə qədər gözlə. Sonra səcdəyə get və bədənin tam sükunət tapana qədər gözlə. İbadətin nüvəsi fiziki hərəkətlərin mexanikasında deyil, qəlbin sakitləşməsindədir. 20-ci gün bizə yavaşlamağı öyrədir. Əgər səcdədə alnın yerdə olub ağlın işdəki problemlərində və ya dünyəvi qayğılarındadırsa, sən həqiqətən səcdə etməmisən. Hüzur, göylərin qapısını açan yeganə açardır. İndi dərindən, aramla bir nəfəs alın. İçinizdəki o daimi tələskənliyi, dünyanın səs küyünü və ruhunuzu yoran o ağır yükü bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapıyın. Özünüzü imsakın o dərin, mistik sükununda təsəvvür edin. 20-ci gecənin ayının işığı yorğun və hüzur axtaran ruhunuzu aydınlatmaq üçün süzülür.
Biz cənnət qapılarının açıldığı və hüzurun endiyi günlərdəyik. Birincisi, səmimiyyətlə qapıları açın. 20-ci günün duasını pıçıldayın. Allahım, mənim üzümə cənnət qapılarını aç. Ölümü ilə Allahın ərşini titrədən Səd ibn Muazı xatırlayın. Cəmiyyətin sizi alqışlamasına ehtiyacınız yoxdur. Sizin qəlbinizdə yaratdığınız o mütləq səmimiyyət və imanda hüzur tapmağınız göylərin qapılarını qırmaq üçün kifayətdir. İkincisi, ümidsizlik cəhənnəmini bağlayın. Ümmi Süleymin o dağları sarsıdan dözümünü hatırlayın. Həyat qəlbinizi qırdığı an isyan etmək yerinə inamla dik durun. Qəzəb və ümidsizlik qapılarını kilidləyin ki, Allah sizin gecənizi bərəkətlə doldursun. Üçüncüsü, mütləq hüzuru qucaqlayın. Namazını sürətlə qılan adama Peyğəmbərin nəsihətini düşünün. Yavaşlayın. İmam Əlinin dediyi kimi, Quranın ayələrini qəlbinizdə hiss edin. Səcdədə istəyərkən sadəcə bədəninizi deyil, ruhunuzu da dayandırın. Siz bu qaranlıqda tək deyilsiz. Siz imsakın nuru ilə oyanan, dünyanın xaosundan qopub, Rəbbinin sükunətinə və hüzuruna sığınan xüsusi bir bəndəsiz. Əgər bu video ruhunuzdakı təlaşı biraz da olsa sakitləşdirdisə, sizə dünyəvi yükləri kənara qoyub əsl hüzura qovuşmaq üçün cəsarət verdisə, zəhmət olmasa bəyənərək və bizə abunə olaraq mənəvi səyahətimizə dəstək olun. Və rəy bölməsində qəlbinizdəki o dərin hüzur ehtiyacını bəyan etmək üçün bu cümləni yazın. Allahım, üzümü cənnət qapıları aç. Qəzəb və ümidsizlik atəşini məndən uzaq et. Narahat qəlbimə sənin o mütləq hüzurunu, səkinəni endir. Oruclarınız qəbul, dualarınız müstəcab və ruhunuz daim sükunət içində olsun. Allahümmə səlli ələ seyyidina Muhammedin və ələ ali seyyidina Muhammed. Hələlik, Allah amanında.